Peyğəmbər oturduğu məclisdə heç kəsin pisliyi söylənilməzdi. Peyğəmbər oturduğu məclisdə kimin hünəri var idi, kiminsə əleyhinə pis söz danışırdı. Peyğəmbər şərait yaratmırdı. Bugün qeybət eləyənlərin sayı çoxalıb, ona görə qeybətə qulaq asanların sayı çoxalıb. Qeybət eləyən görür müştəri var. Görsəydi əgər bu qeybət eləyən qulaq asan yoxdur, heç qeybət də eləməzdi ki. Lazımsız yerdə gözün qeybət eləyir, o da qulaq asır. Peyğəmbər məclisində bir nəfər səhv eləsəydi, heç kəsin hünəri yox idi ki, o səhvi getsin başqa məclisdə danışsın. Əleyhissalam buyurur, Peyğəmbər özü öz paltarını tikərdi. Paltarı sökülsəydi, özünün ayaqqabısı məsələn sökülsəydi, əlini alardı, özü ayaqqabısını tikərdi. Bir yükü olsaydı, yükünü heç kəsə verməz, yükünü özü daşıyardı çiynində, əlində. Nüfuzundan istifadə edilməzdi. Görsən, adam var nüfuzundan istifadə, götür apar bunu. Özünü sıxışdıra bilmir ki, bu qədər nüfuzum var, əlimdə mən nəsə aparım. Peyğəmbər belə deyil. Peyğəmbər öz yükünü özü aparır. Ailəsi üçün bir şey almaq istəyəndə heç kimə verməz, get bunu al, gedərdi, özü bazardan alardı, gətirərdi. Bu bizim Peyğəmbərdir. Sahabələr deyir, bir şey ona verdiydi, o qədər narahat olurduq ki, bilirdi ki, buradan verəcək, buradan kiməsə aparıb verəcək. Dünyadan bir şey saxlamırdı əlində. Verirdilər, verirdi. Bir əli ilə aldığını o birisi əli ilə verirdi. Dünyaya xatir heç kəslə dost, heç kəslə düşmən olmadı. Dünyavi məsələlərə görə. Dostluqda dünya yox idi. Güclüdür deyənə yanında olun. Pulludur deyənə yanında olun. Xeyr. Allahın dostu deyənə yanında. Nüfuz var yox. Kimisə üzrü olsaydı Peyğəmbərə yaxınlaşsaydı, üzr istəsəydi, şəxsi məsələ olsaydı Peyğəmbər tez bağışlayardı. Şəxsi məsələ. Uzatmazdı məsələni. Halallıq vermirəm sənə. Çox adiləşib bu söz. Kimə baxırsan kimdən küsür? Nə qədər küsürlər var bu dönəmdə? Xırda məsələlərə görə nə qədər cılızlaşmışıq biz? Hər şeyə görə adam küsməz. Bizə yaraşan xüsusiyyətlər deyil bu. O ondan küsür, o ona üzün belə əyir, bu bundan küsür. Peyğəmbər məclisində bu yox idi. Peyğəmbər bu şəraiti yaratmamışdı. Kimsə üzr istəsəydi Peyğəmbər o an bağışlayardı, uzatmazdı məsələni. Hətta Peyğəmbərimiz kiçik bəhanələrlə bağışlayardı. Kiçik bəhanələrlə. Qəlbində deyir, bir dənə də şəxsi kin yox idi. Mən bir şəxsdən danışıram ki, sizə ki, ona elədiyin 100%-in bizə eləsəydilər 1000 qatını eləyərdik. Bir şəxsdən danışıram sizə. Evinə hər sübh gəlib zibil atırdılar. Qapısına adamın zibil atanda görsən narahat olur. Yazır nəsə vurur. Evinə zibil tökürdülər, hər sübh gələrdilər günün müəyyən günündə. Zibilləri tökürdülər, gedirdilər. Evi qoy kənara, başına zibil tökürdülər. Heyvanın içalatını tökürdülər Peyğəmbərin başına. Bunlar bizim Peyğəmbərimizin yaşadıqlarıdır. Biri dayanıb təhqir edirdi Peyğəmbəri üzbəüz. Biri Peyğəmbərə üzr istəyirəm, Allah mənə bağışlasın, dəli deyirdi. Biri deyirdi məcnunsan, biri deyirdi sehirbazsan, biri deyirdi kahinsən, Quran ayələri deyiləm hamısı. Bunların heç birində şəxsi kin olmayıb. Nə qədər geniş qəlbi var bizim Peyğəmbərin. Sən məni incitmirsən, buna görə yox. Amma İslama deyilsən, yox. Orada səndən şəxsi məsələ deyil deyənə, səndən möhkəm danışacağım mən. İslamın məsələsində möhkəm dayanırdı. Bu bizim Peyğəmbər. Gəl bunu tanıtdıraq dünyaya.